xeyir olsun. Biz yine qarlı qışlı Moskva ilə əlləşirik. Sizdəsin mənasında. O gündən sonra maşınıma lapatka koymuşum. Təsəvvüz aydan bölündən aydan yıxalansın. Bolaca lapatkası var idi əskerin o. Obşum hər gəsəm də lapatka ilə giyirəm. Çünki hər yeri qazmaq məcburiyyətində qaldım. Bu tənsəvvə tanısa getmişik. Orada parkovka yerləri var. Maşın saxlamağa. Qıraqda bir balaca saxlayan kimi ısraf yazırlar. Parkovka yerine girmək istəyim, girəmirəm yəni. O qədər qar var, özü təmizlənməyirlər. Axı bir düşür qazmışam təsəvvür uzacaq. Şuna deyəm, 100 adında deməyəcəm ki, mən Moskva yollarını təmizləməmişəm. Parkovka təmizləyib, maşını salmışam. Daha biraz arka tarafı çöldə qalmışdı. Dedim daha, nədirsə, hodun arasıyam. Sonra inanın ki, 15 dəqiqə çıxmışam oradan. Dalaqa bağa çıxa belə bilmirdim təmizləməyimə rəğmən. Yenə bir gün günəş çıxdı, bir acı əridi, yollarda zətdə asfalt görsəndi. Sevindik, üstünə yenə sabahsı gün yağdı. Dünən düşüb həyəti təmizləmişəm, əskeri məktəbə qoyub. Həyəti təmizləyib, evə qalxmışam, təsəvvürü getirin. Bir də çıxanda görürəm ki, təmizlədiyimdən də çox qar yağıdı. Səhər yeri eyni hal, ancaq yenə uşaqları qoyduq bağçaya. Nəsə gündür getmirdilər, həm biraz öskürürdülər, eləyirlərdim evdə. Qoy bir 2 gün sağalsınlar, bayramzad da var idi, həftənin 6-sı bazarda o tiyəcəkdi. Dedim qoy sağalsınlar, sonra aparım. Şükür yaxşıdırlar, ayıdaya da büyüncəyəsi yox, həkimə, heç bilməm, yenə abi yollarına dərcəyəsi yox. Amma yenə lopatkam yanımdadır da, hər yeri qaza görək. Axırımız nətər olur inşallah. Nə bilim, əriyə qar. Bu həftəyə güya ki, hava istidir deyikdilər. Görək, bir balaca ərisə, hava çox istəyirəm. Çox istəyirəm, amma bir balaca belə yolu rahat bir şəkildə çıxabilsəm, sən bir səhər yuxudan duranda dua eləyə çıxmışam ki, ay Allah, bir ceyə bilaq, ay Allah, bir ilişməyək, bir qalmayaq, bundan da ceyikdir. Yəni kömək edim, adam da olmayası səhər deyədiyim kimi adam da düşdü o Nişilmay. Səhər, usta yaşayan adam çox da öldü. 5-də, 6-da ailə yaşayır, olar da səhər yuxlayıramız. Kim bana səhər saat 7-də kömək eləyəsin. Mən də probkaya düşməyim deyə biraz uşaqları tez aparıram. Kötə qoy. Всё, Aida xanım hissləndi, şapkasını sordu. Silmayır. Hoç снять. Давай silmayır. Всё, ne? Oy da ne bıdı? Şalam ilhamiye. Maşınım da əsir bu arada. O qədər qaz, tormuz, qardan çıxmaqdan ötürü bildiyin, yəni əsir elə bil ki, şeydə geysən. Qaz 31-də. O yolu əsasən gələnə bilməm, parası xarabda, amma bu aralar deyəmərəm Pünana maşınımı düzəltdi. Çünki bilməm o sınıf qalsın, arasıyam orasını deyim. Amma Pünana da deyəmərəm ki, maşınımı düzəltdi. Çünki aparıb qoysa, yəni 2-3 il ən azından saxlayasıdilər və bizim bu həftə uşaqların, bu həftə yox, gələn həftə, bu həftə Avropa hastəsində. Gələn həftə uşaqların bayramları var, 8 mart bayramları. Allahsı şeylər də çoxdur, müəllimlərə hədiyyə də almaq lazımdır 8 mart nədəni ilə. O çünki də siyələrim çoxdur bu həftə. Nə bilim, dınamıza da getməliyəm, düzəltdirməliyəm. Digər bayramlardan ötürü də bir şey almalıyam. Küçətlərdə o şam qapında gözüm altı o bir təklif almalıyım. Yəni maşınlıq işim çoxdur bu həftəyə görə. Deyəmərəm ki, heç maşını düzəltdir. Bilmim, daha nətər yerlər, hala qırla. Hələ ki, yerlərə əsasıca hiss olunur ya ki, videodan da. Əslində qar da var, biraz ona görə də əsir. Amma yəni düz yolda da rol əsir o tərəf, bu tərəfə. Nə bilim ki, yox, nə qar yox da. Yoxlama yesən, ay qız. Mən həmişə buna peçeni götürürüm evdən çıxanda, qaydan başı, peçeni verirəm. O gün maşınımda var, bir həblə paçka yiyəcə peçeni saxlayıram da, heç həbdə lazım olanı verim. O gün o maşında qaldığım gün sən demə, yifta artlarmış hamısı. Yadımdan da fikrimdən də çıxıbdı. Maşına minib görürəm ki, bəs maalesef yoxdur peçeni. Süt dindi məndən. Söz qoşqovağıdır. Mən yağcı parifkətəysən yazıq. Vallahi, Ayda. Vallahi, kişi kimi Ayda. Maşında böyüdün. Bacı qaqaşı o Sadiqə daşıya ilə hamı da böyüdü yadımıza gəlir. 6 aylıqdan ilə bölümdə belə otururam. Yazıq orada daşıyıram, burada daşıyıram. Da, sen maşında böyümüş he. Sen kömək eləyirsən mamiyə, pomoş etsən mamina da. Умничка, да, ты моя умничка.
Görürsən mi? İşləyəcəyək evimizi, eşiyimizə görək. İki tərəfli yolda belə maşın keçə bilmir, çünki elə o qədər qar yağırdı, yollar bağlı. Gəldik evə, biz işlərimizi gördük, qutardıq, rahatladıq. Biraz sonra həkimə getmək lazımdır. Biraz beçək qalmışım, bir ayda multika baxmaq istəyim, mut eləyə. Mən də ürəyim sığır, deyim, sizə Novruz dekorları hazırlayım. Çünki ötən səfər paylaşdığım bir neçə il bundan öncə buna aid bir video paylaşmışdım. Çox bəyənilmişdi, çox izləyənlər var, hələ də izləyənlər var. Ola bilsin mənə abunə olanlar arasında çox adam izləməkdir. Yəni 2-3 il əvvələ baxanda indi izləyənlər daha çoxdur da, nə üçündür. Dedim qoy bu resepti yeniləyim. Bəlkə hazırlamaq istəyənlər oldu ev şəraitində. Novruz dekoru hazırlamağa getdik. Tavamı qaza qoymuşam. Bura bir stəkan soda əlavə edirəm. Bir stəkan qarğıdalmış nişastası əlavə edirəm. Birazcık belə bir-birinə qarışdırıram. Və bir stəkanda su əlavə edirəm. Belə qarışdıra. Daha sonra qazın altını yandırıram. Və yaxşıca açılana qədər qarışdıraraq bişirəm. Topaq qalmamalıdır. Qazın altını yandırdım artıq. Belə qarışdıraraq bişirəm. Qarışdırmağı dayandırmaq olmaz. Görüyorsunuz şimdi topaqlar çox rahat bir şəkildə açılırlar. Qazın altını gül qoymamışam. Orta ateşdədir. Nə çox zəif döyülü, nə çox gül döyülü, çiğ yanmasın. Belə qarışdıraraq bir topaq halına gələnə qədər bişirəm. Getdikcə özünü toparlayasıdır. İndi kıvamını sizə göstərəsiyim, nə tər olanı qazdan götürmək lazımdır. Qoy biraz bişsin. Hazır olsun sizlə. Bölüşüm, sizə göstərim. Baxın, hadisə bir 4 dəqiqə təxmini keçdi və artıq özünü toparlamağa başladı. Belə qatı bir kıvamı gəldi. Yenə qarışdırıram, hamısını bir yerə toplamaya çalışıram. Baxın, özü toparlayı gördüyünüz kimi. Tam toparladıqdan sonra qazdan götürmək olar artıq. Baxın. Rahat bir şekilde bir yere yığılır. İndi qazdan götürürüm. Daha rahat işləyim deyə belə qalça sərdim və bu hazırladığım qarışımı buna götürürəm. Biraz qaynar haldadır. Acı əlimlə belə bastıra acı yoğururam. Ehtiyatlı olun, yanmayın. Ninadır? Çəkməyim? Cəhət için Ninadır. Niyə Ninadır? Çəkirəm. Ninadır? Ayda gəldi, yerləşdi yenə. Belə əlimdən biraz yumru hala gətirdim. Əslində qaynar haldadır, yəni tam soymağı gözləmək olmaz. Əks halda quruyasıdır. Yəni isti işinizi görəcək. Əsas əliniz yanmasın, biraz ehtiyatlı olun. Və indi keçirəm formalar hazırlamağa. İstədiyiniz hər hansı bir forma hazırlaya bilərsiniz təbii ki. Mən ötən səfərki videoda, bir öncəki illərdə kiçik formalarda hazırlamışdım hazırladıklarımı. Bu səfər biraz böyük formada hazırlamaq istəyirəm. Və əlimlə forma verə istədiyim formanı hazırlayıram. İlk öncə gəlin paxlava hazırlayaq da Ayda xanım. Oxovla da yaymaq olar, amma gərək yoxdur deyə düşünürəm. Belə əlimlə bastıranda belə kifayət olur. Çox rahat, çox tez hazırlanır gördüyünüz kimi 5 dəqiqə vaxtımı almadı. Mağazadaşların qiymətləri çox baha olur. Həqiqətən bayram qabağı da ki, vəbşi çox yəni dəhşətli qiymətlər qoyurlar. Adam şok olur. Belə bu şəkildə hazırladım paxlavanı. Ortasına belə deşik qoyuram ki, daha sonra ortasına fındıq yerləşdirmək rahat olsun. Fındıq dediyimdə bunun hazırlayasıyam. Təbii ki, buraya yerləşən ölçüdə. Belə formanız yoxdursa, hər hansı bir qaşıqla, barmağınızla falanla basmaq olar. Yəni önəmlidir öyle hər hansı bir formanın olmağı. Ayda, это нельзя кушать. Нет, ротик nnecə брать Ayda. Daha sonra bu arada yemeyin, yəni dadı heç qəşəng deyil. Uşaqlar ötən illərdə yemişdilər, bəyənməmişdilər. Yeləsi bir şey deyil Ayda, yemə. Daha hazırlamaq istəyirəm. Ona görə belə üstünə qoyub kəsəsiyə. Gördüyünüz kimi biraz tez işləyirəm, çünki qurumağını istəmirəm. Quruyandan sonra işləmək olmayasıdır. İkinci paxlavanı da hazırladım.
Üstünü eyni şəkillərlə deşiyə açıram. Bir kənara yerləşdirirəm. Boyama işləmlərini sonra görəsiyəm. Çünki yəni quruduqdan sonra boyamaq olar. Amma quruduqdan sonra işləmək olmayasın. Ona görə belə hazırlamağa başlamamışdan əvvəl beynunuzda bir fikriniz olsun ki, mən nə hazırlamaq istəyirəm, nə hazırlayayım. Ondan sonra hazırlamağa başlayayım ki, qurumasın dediyim kimi. Yəni zövqünüzə qaldı, fikrinizə qaldı, beynunuzda hər hansı bir dekordan istifadə edə bilərsiniz, hər hansı bir şəkil tapıb o şəklə uyğun hazırlaya bilərsiniz. Mütləq deyil, yəni mən hazırlayanlardan hazırlayasınız. Sadəcə olaraq bu tərkibi vacibdir ki, nətəri olsun ki, yaxşı bir forma əldə edə bilər, formanı tuta bilsin. Qalanları sizin yaradıcılığınıza qaldı. Belə 3 dənə hazırladım mən bundan. Bu 3 dənə də belə yumruğu ortasına qoymaqdan ötürü fındıq kimi bir şeylər hazırlayayım. Bu ölçüsünə uyğun olaraq. Ayda orada mən əşyalarımı sökürdüm. Mən görürsünüz, yoxsa yox, baxın. Sökürürsünüz. Mən başıma oynayıram biz. Belə bu formada 3 dənə də belə fındıq deyək. Fındıq hazırlayıram. Onları hər şey qıraqda saxlayıram. Sonra su ilə və ya yumurta ilə, məsələn bir şeylə yapışdıraram. Ən uzaq başı kleylə yapışdıraram. Yəni hər şeyin çarəsi tapılır. Əslində tez bazar hazırlayaq, qoyaq. Şəkər bura hazırlayaq. İndi yenə biraz böyük ölçüdə olsunlar. Və əlimdən forma verə-verə hazırlayayım. Şəkər bura zaten, şəkər bura forması, paxlavanın forması hamımız bilirik. Yəni çətin bir şey yoxdur. Deyim kimi sadəcə belə çalışın biraz üstü düz olsun. Ki sonra çatlaq kimi görsənməsin. Görə biraz da yoğurmaq istəyirəm bunu. Bir də çalışın çox nazik eləməyin. Çox nazik olanda üstündə çat vermə işləmləri əmələ gəlir. Məsələn mən bu hazırladıqlarımı 2 ilə qədər işlətmişəm bunu. 2-3 il ən azından işlətmişəm demək olar. Sadəcə olaraq mən çox nazik eləmişdim və çatlar əmələ gəldi. Yəni o çatlar əmələ gəlməsəydi daha uzun müddət istifadə eləmək olardı təbii ki. O çatlara görə maalesef istifadə eləyə bilmədim. Burasını belə əlimlə forma verirəm. Kənarına paxlava formasına düşmək lazımdır. Yəni, bu paxlavanın qırağını da özü qəşəng bükə bilmirəm. Doğru deyəsi olsam. Siz eləyə bilirsiniz, eləyin. Hər dəfə yəni istəyirəm, paxlava deyəm, şəkər bura. Hər dəfə istəyirəm qəşəng eləyim. İnanın, o qədər videoya baxmışam. Yenə əlimə nəsə uyğun gəlmir. Qəşəng eləyə bilmirəm bu kənarı. Siz eləyə bilsəz, eləyin. Halal olsun sizə. Belə bu şəkildə şəkər buramızın biri də hazırdır. İndi digərlərini tez bazar hazırlayayım. Gördüyünüz kimi baxın, qurumağa başlayır üst hissəsi. 2 dənə də şəkər bura eləyək. Daha sonra üstünə tez bazar bəzək vermək lazım olasıdır. Yenə qurumasın deyə dediyim kimi. İç hissəsi istidir deyə əslində belə yoğuranda biraz özünü toparlayıb. Sındırdı mən oraya gül qoymuşdum. Niyə söktün sən onu? Nə deyəni? Niyə sökürsən? Sən hər şey şülərini niyə sökürsən ayında? Hə? Baba. Olmaz sökmək. Ay. Biz yatıb ayrı Novruz bayramına ayrılmışıq ayda. Onda da sən qoymuşsun üstüyə. Etənin ninayda. Az yemə koy, etənin nəmnəm. Etənin nəmnəm. Qızları çağırmaq lazımdır. Burada yaşayan qızlardan hansı ki şəkər bura kənarı bükə bilirsə gəlsin, şəkər bura bişirək. Əslində istəyirəm də, prosto sırf bu kənarına görə bilmirəm, bişirməyib, gördüyünüz kimi marifətim bundan ibarətdir. Maksimum ən qəşəng. Bu bir dənə deyəm, 3 olsun hamısından. Красиво? Спасибо. Нет, nельзя это трогать. Это не ням-ням. Ayda ablanın hamısı işinə baxasın. Все, bu üçüncü də hazır. Bunların üzərində tez bazar, qurumadan. Что, это не гейк, горячо öyle. Belə adi paxlava üstünə bəzək verəndən bəzək verirəm. Не дам тебе, да не, dam не deyil də güyaçı. Da ne? Oy, heç bilmirsiniz nə yadıma düşdü. Mən şəkər hazırlamamışam. Şorqoğalı. Şorqoğalı mən istəyirəm hazırlamaq. Əslində əllə da deyə bilərsiniz də prosto az qaldı deyə. İstəyirəm ki, bir 2 dənə də olsa şorqoğalı çıxsın. Qalan xəmirim budur. Ona görə belə xolla yeyəsiyəm.
Biraz daha nazik yayaq ki, araları daha səliqəli görsənsin. İki yerə ayıram. Daha sonra basın məncə. İndi nə arasıyam? Cızıqlar xoşuma gəlmədi deyə. Bu ilə biraz sanki cızıqmış kimi eləmək istəyirəm. Döktük sonra. Əla 2 dənə də şor qoğalımız alındı. Bilirsiniz nə olmadı? Şor qoğalının üstünə biraz mən buradan qopardım. Şor qoğalının üstünü qara nöqtələrindən ötürü. Daha sonra belə təzədən düzəldim. Xəmir kimi bir şeydir, yəni istədiyiniz formaya düşür rahat bir şəkildə. Ona görə deyirlər, eksperiment aparmaqda çəkinməyin, ay mən eləyə bilmərəm deməyin məncə heç nəyi. Yəni biz xanımlar bir şeyi eləmək istəyəndən sonra inanın ki, hər şeyi eləyərik. Prosta istəməyimiz lazımdır. Əsas problemimiz odur bizim. Xanımlar olaraq da gələk bəzi şeyləri istəyərək İstəyənə qədər çətindir, istəyəndən sonra hər şey öz yoluna düşür. Yaxşıdır. Xırda eləyək. Biraz daha uzunmasına eləsək daha çox qara çörəyə oxşayar. Hazırladıq. İndi rəhləmə işləminə keçə bilərik. Təbii ki, bizə fırça lazım olasıdır. Getdim, gəldim boyalarıma. Bu akril boyalardır. Belə cüzgün üstünə falan işləməkdə ötürü. Yəni getməyən bir şeydir. Amma bunun yenə adi qida boyasından istifadə edə bilərsiniz. Ruşki ilə, qələmlə, rəhlə, plamasteriniz falan varsa, onlarla da rəhləyə bilərsiniz. Heç bir önəmi yoxdur, yəni bunlarla olmağı. Mən ötən il zaten qida boyasını hazırlamışdım. Yəni rahat bir şəkildə hazırlayıb quruda bilərsiniz. İndi mən işləmək istəyirəm. Elə biraz fırçalarım da var. Biraz elə eyni rənglər var. Mən də narıncı rəng üstünü narıncı eləyim. Fırça ilə adi-qədə rəngləyirəm. Sulu boyu ilə yəni qida boyasını işləmək təbii ki, daha rahat olasıdır. O da belə adi şəkildə, rahat bir şəkildə yayılır heç olmasa. Toz boya kimi biraz çətinlik qatmaz. Toz boyanı əslində suda eləyib işlətmək olar. Prosta gərək suyun miqdarını biraz az götürəsiniz ki, çox axışqan bir kıvamda olmasın. Kənarlarını biraz sarı rəngləmək istəyirəm. Ona görə sadəcə üst hissələrini belə rəngləyirəm bu narıncı ilə. Dert oje. Dostlar, belə bu şəkildə bəzədim. Buraları biraz sarı elədim. Siz daha açıq rəng olsa daha açıq eləyə bilərsiniz. Bunlar narıncı elədim. Üstünü biraz qəhvəyə elədim. Buranıza da yeri batırmışım gördüyünüz kimi. Üstün qaralarını da belə qoydum. Hazırdır. İndi gözləyəm qurusunlar. O arada deyib aydan yatırasıyam. Belə ayda yatan ərəfədə o da quru yerə yəqin ki, sonra götürəsiyəm və hazırdır. Başqa bir şey hazırlamaq istəsəz, yenə dediyim kimi təkrar hazırlayıb və yaxud daha çox hazırlamaq istəsəz, məndən olsa daha çox hazırlamayın. Çünki hissə-hissə hazırlamağınız daha məsləhətdir. Dediyim kimi bunları qoy rahat bir şəkildə qurusunlar. Sonra başqa bir şey hazırlamaq istəsəz, yenidən bişirin məndən olsa. Çünki dediyim kimi qaynar bir halda, isti bir halda işləmək lazımdır. Və əgər çox hazırlayayım, çox miqdarda hazırlayayım, hamısını bir dənəliyim desəz, quruya bilmə ehtimalı var. Ona görə ən yaxşısı belə az-az hazırlayayım, bir qırağa yığın. Artıq əməlli qurudular. Ayda yatan ərəfədə rahat bir şəkildə götürmək olur. Bəlkə bu birinci hazırladıqlarımda onlar daha çoxdular. Bunlar biraz daha yumuşaqlar, biraz da qurusunlar. Və ona qədər belə Novruz əşyalarını çıxardası oldum. Dediyim kimi yataq indi ayılmışam. Dedim qoy bunları yavaxda bir dənə başqa hazırlayayım. Bunu yəqin ki kəsəsiyəm. Çünki bunu mən alınıb olaca bilib almışdım. İşə çıxmışdı, sonra kəsib belə özüm xırda tihmişdim birinci dənəsi. Yəni bu ölçüdə mənə lazımdır. Özü çox böyükdür. Nə arasıyam mən bu ilə. Ona görə boşqa vaxtlığı üçün istifadə eləmək fikrim var. Belə bir karton tapmışam evdən. İndi bunun ölçüsünə uyğun olaraq kəsəsiyəm dairəvi bir şəkildə. Sonra bunları yerləşdirəsiyəm, yapışdırəsiyəm təbii ki. Belə bir karton kəsdim balaca ölçüdə.
Və belə bir dairə kəsdim. Bu ölçüsünü daha böyük götürmüşəm kartondan ki, belə içəri qatlayım kənar hissələri karton görsənməsin. İndi bunu tapanca ilə bura yapışdırıram. Belə yapışdırdım. İndi kənarlarını da belə bu şəkildə içəri doğru yapışdırıram ki, görsənməsin. Deməli, mənim ötən illərdən qalan 7-8 il var. Belə bir kovrikim var, yaşıl ot demək olar. Və bizim burada qutularımız çoxdur da evdə. Hələ ki tullamamışıq, hamısı həyətdə dururdular. Belə televizorun qutusu olsun, paltar yuyan qutusu olsun, nəyin qutusu olsun, hamısı həyətdədirlər. Obşim bunu getdim, kəsdim. İndi bizə lazım olmaz. İndi bunun üstü həm bu iki tərəfli skotçla eləyəsiyəm, həm də ki biraz da o bir basma kleydən töküb bunu buraya yapışdırasıyam. Qoy daha sağlam olsun, çünki belə daha çox yumuşaqdır, yəni götürüb qoymaq rahat olmur nəinki bunun üstündə. Belə bunu indi buraya yapışdırım, görək daha sonra nə eləyirik. İnan ki, sözüm bilmirəm nə qarı. Belə 200 skotçu yapışdırdım bu tərəflərinə, bu kənar hissələrinə, ort hissələrinə biraz da bundan da mızırasıyam. Görək nə tərə alınır. Deməli, bu kənarlarına, bəzi hissələrinə belə yaşıl çəpərlərim var idi. Ondan elədim. O az idi. Yarı hissəsində belə qoz... Что? Nəyimsən? Ağzın qapqaradır. Qozla ağzına soxub çıxardık. Bir də bizə belə qoz göndərmişlər. Dirək elə o vaxtdan gələn vaxtdan saxlayıram. Şabanovuz bayram düşürüz. Və işlətdim. Bəlkə bu üstə fındıq da düzərəm. Bilmirəm hələ ki bu şəkildə saxlayıram. Hələ ki bunu da bu şəkildə elədim. Bilmirəm göstərdim. Yoxsa yox ki qoydum, gördüm. Belə yığdım. Hələ ki bu şəkildə saxlayıram. Giyirik həkimə. Həkimlə gəlib davam edərəm yəqin ki. Bir gündən yenə salamlayıram sizə dostlar. Xəmirimi hazırladım. Yenə dekor hazırlamaq qərarına gəldim və belə bir yol tapdım ki, əslində bu hazırladığım xəmiri tam yəni soyumadan, dediyim kimi soyuyanda bəşləşir deyə tam soyumadan qoyum streçin və yaxud paketin içərisinə. Belə bir paketə qoydum. İndi işləyəsiyəm, ümid eləyirəm o daşlaşmaz. Daşlaşmasa sizə deyəsiyəm ki, yəni siz də bu şəkildə tələsmədən rahat bir şəkildə hazırlaya bilərsiniz. Və düşündüm bir iki dənə dekor ağlıma gəldi. Onları hazırlamaq istəyirəm. Dekorlardan biri belə kağızla əlimlə çəkdiyim buta şəkli 2-3 dənə buta hazırlamaq istəyirəm. Bir dənə səməni hazırlayasıyam və çatsa bir iki başqa şey də hazırlayasıyam. Yetsə indi bir iki dənə buta hazırlayaq, dalına baxaq. Və adi şəkildə yayıram. Çox nazik yaymaq istəmirəm. Butanı kəsirəm, daha sonra rəngləyəsiyəm üstünü. Belə. Mən kimi belə kağızlardan kəsib, istədiyiniz formada yəni hazırlaya bilərsiniz siz də. Hazırladım. 3 dənəsini belə sadə saxladım, rəngləyəsiyəm. Bir dənəsini güvəni sizə dekor vermək istədim. Bilməm nə vəsilə. İndi səməni hazırlamaq istəyim. Belə bir kuru bir şey hazırladım. İndi kənara eləyəsiyəm, biraz dilik-dilik eləyəsiyəm. Bu arada qurumuş paketin içərisindəki, amma biraz nəm olur, isti-isti qoymuşam deyə. İndi bu səməni kənarına belə yapışdırasıyam, ot kimi. Bu şəkildə. Səməni belə elədim, üst tərəflərində belə yarpaq kimi elədim, altın boş qoyun. Qara elədim, qara eləməyədim gərək. Nəsə gözümə çox da xoş dəymədi. Bu şəkildə alın. İndi başqa bir iki dənə dekor eləyim, sonra görək başqa nə var. Sizə göstərirəm axırda. Belə xırda şamlarım qalxdı mənim. Və bunlardan bir şey hazırlamaq istəyirəm. Saniyəsiyəm eksperiment dediyim kimi. Buna görə ilk öncə əritmək lazımdır bunları. 2 saniyə əridi. Bu fitilləri indi buradan götürmək istəyirəm. Bir şey tutmadı niyəsə. Bunu götürmək lazımdır. Yanmayın. Üstünə biraz rəng əlavə edirəm. Qida boyası. Qarışdırıram. Çox qəşəng tutmadı. Ona görə biraz rəng salması oldu. Belə qaşıqla bir qaşıq kimi götürüb belə bura tökürəm. Qaşıqla yayıram. Azca qurumağını gözləyirəm. Azca belə bir balaca özünü tutandan sonra mamaq huzurunda yapışmayanda belə fərqli qırağım bu şəkildə belə kəsirəm. Altını biraz düz olacaq şəkildə kəsirəm. Sonra kənarını götürmək olar. Çox qalın lazım deyil bizə. Sonra
Belə acı bıçaqla kənarını qaldırıram. Bu şəkildə. Və belə bu şəkildə bükürəm. Bu birincini də belə bükmüşəm. Növbətiləri də belə ətrafına dolayıram belə. Sonra belə qaşığın arxasına belə batıram və biraz gözləyəm qurusun və yaxud da üşüyürəm tez qurusun deyə. Daha sonra əlimdən çıxardıb belə kənarına doğru bükürəm. Gözləyək qurusun da. Mənim çiçəyim hazırdır. İndi orta hissəsindən fitili yerləşdirəcəyəm. Məndə fitillər var, almışdım təsirlərdən. Bunu bu orta hissəsinə yerləşdirmək lazımdır. Göstərim. İşte o. Belə fitillərdir, altı da var özündə. Altdan adi şəkildə yerləşdirdim. İndi bu uzun qismi kəsəcəyəm və şamımız hazırdır. Hövsələm daraldı əslində. Hövsələm olsa bir post ərədi fen eləməkdən ötürü qalmışdı orada. Amma da ürəyim sıxıldı, inanın ki, yoruldum, yuxum gəlir. Yatmaq istəyirəm artıq. Ciyim uşaqlardır, özümdə yataq ayda. Özəl yerim olsa aydan çimdirmək var. Elə bu qədər. Artıq qalan şamlarımızı siz də bu şəkildə dəyərləndirə bilərsiniz. Baxın, səhər açıldı, bu hazırladıqlarım qurudu. Belə bu şəkildə rəhlədim, heç inanın ki, bilməm nə tərihlədim, uşaqlar imkan vermədilər. Aləmi qatdım bir-birinə ha, bundan yəni bəlli olur məncə. Bu güya qırmızı yaşıl eləmək istədim, bir anlıq beynimə gəldi Azərbaycan bayrağı ki, bu da bilməm nə qədər oxşayıqdır, oxşamayıqdır. Bu güya ki, təndirdir. Heç bir altını rəhləməmişim bu arada. Bilməm niyə, görürsən mirəsində, neynəmişim. Bu çörəkdir, təndir çörəkləri. Bu belə səməni hazırladım və bu da ocaqdır. Ocağa oxşayır sizcə? Bilmirəm. Bu şamları da 2 dənə hazırlayası oldum. Yəni bunu hazırlayıb qoymuşdum. Daha sonra biraz şam qalmışdı deyə bir dənə bunu hazırladım. Bu biraz çox da qəşəng olmayıbdı, amma nəysə biraz bəzəkdən ötürü, yarı-yarıməcə xonçadan ötürü belə bura bir yerlərə qoyasıyam elə. Bilməm, amma yandıranda təolasını inanın ki, orasına düşürməmişəm. Hələ ki bu şəkildədir buralar. Belə bəzəmişəm. Mən bunu göstərdim, yoxsa yox. Fındıqlarla elədim. Burasını hələ ki belə saxlayıram. Çünki fındıqlar əslində fındıq qoz az qaldı. Bu qədər qaldı. Bilməm, ikinci qat getməyə yetməz deyə düşünürəm. Ona görə hələ ki saxlayayım. Bir-iki dənə də sifarişlərim var. O sifarişlər gəlsin. Ola bilsin başqa bir şey əlavə elədim buralara. Başqa bir fikrim var əgər alınsa təbii ki. Ona görə də hələ ki bu şəkildə saxlayıram. Görüm sonra nə arasıyım. Bir də bu dəydi gözümə. Bu çoxdan almışdım. Qabları yerləşdirəndə gözümə dəydi. Dedim qoy bunu da çıxardım. Limon qabıdır əslində. Limon falan içinə qoyub stolun üstünə qoyaram. Biraz belə bayram havalıdır. İstər-istəməz o nətə deyirlər, vibe verir. Dovşan var onun üstündə, bunun da üstündə. Bir də o gün getdim patisveçnik almağa. Bu da qurtarmışdım. O bir tarkovu sentrdə var. Gərək o bir tarkovu sentrə geyim. O da bilməm daha vaxt geyərəm. Biraz uzaqdır. Görək. Hələ ki bu qədər hazırladıqlarım bunlardır. Sizcə nətərə alındı? Siz də hazırlayın məndən olsa bunlardan xüsusilə. Daha mini formada da hazırlamaq olar, böyük formada da hazırlamaq olar mənə kimi. Mənim düzü bir şeylərə hazırlamaq istəyirəm, başlamaq istəyirəm, başlayıram. Sonra görürəm ki, hövsələm çatmır. Ona görə də tez yecə hazırlayıb qoydum hamısı və dediyim kimi siz daha miniatürünü, daha səliqəli hazırlaya bilərsiniz təbii ki. Sonra reseptdə öyrənmiş oldunuz, nə hazırlamaq lazımdır öyrənmiş oldunuz. Belə hələ ki bu qədər. Görək növbəti vloqda yəqin ki bu xonçanı artıq hazırlayıb stolun üstünə qoymuş olaram. Çünki növbəti vloqumu həftənin ikisi paylaşıram, ikisi 5-i paylaşıram vloqlarımı. Və gələn həftənin ikisi də növbəti bir çərşənbəmiz var. Bilməm hansı çərşənbədir. Yəqin ki ona kimi hazırlayaram. Səmənim yoxdur bu arada. Səməni qoymamışam. Çünki yatıb indi ayılmışam. Bu videoda bilmirəm neçə bir işlətdim bu sözü və bundan sonra bir inanmıyorum ki, mən səməni qoysam cücələr çatdıra bilərəm 2 həftəyə. Ona görə də alasıyam yəqin ki, bilmirəm hardan alasıyam. Bazarlarda yəqin ki olar. İndi baxarıq da görüm hardasa tapsaq alası yox. Əgər bildiyiniz varsa səməni satılan yer, şəkərbura baklava satılan yer yaza bilərsiniz. Belə ev şəraitində hazırlanan. Yəqin ki şəkərbura baklava da bişirməliyəm bu il. Nəsə biraz tənbəlliyə aldı canıma, bilmirəm bu aralar. Görək, beçəm kimsə tırkalasa, pünhan tırkalasa eləyərəm də, amma tırkalayan olmasa inanın ki, işin eləməyəsin.
Uzun sözün qısası. Belə, bu günlük bu qədər. Ümid edirəm bu vlog sizə ötürü faydalı oldu. Siz də hazırlayasınız. Hazırlayanlar varsa köhnə videolarımdan yorumlarınızı bildirə bilərsiniz. Hazırlamısınızsa nətə alırdı. Və yaxud bu videonu izlədikdən sonra keyif hazırlasaz, bəyənsəz, mütləq yorumlarınızı gəlin yazın, gözləyəsiyəm. Bütün yorumları oxuyasıyam. Özünüzə yaxşı baxın, növbəti vloglarda görüşürük. Sağ olun.